Sonda da demək istədiyim odur ki, Arsenal tarixi üçün çox vacib oyundur, çox böyük oyundur. Arsenal bu oyundan qələbə qazanmaqdan kuboku qoyuram qırağa, Çempionlar Liqası prosta insanlar tərəfindən Arsenal necə dilə gətirilir. Məsəl üçün Mikel Arteta bizi komadan götürdü 2019-cu ildə, hara gətirdi, Premier Liqanı qazandırdı. Plus üstəlik Çempionlar Liqasını qazandırsa, əminəm ki, məsəl üçün Arsenal insanların gözündə bir loser komanda yox, bildiyin. Məsələn bizim üçün Arsenal top klub, top level. Məsələn normal neytral azarkeşlərin gözündə Arsenal ən azından belə pis çıxmasın, hörmətə layiq top klub kimi sayılacaq. Ona görə də mütləq nə olsa da Çempionlar Liqası lazımdır. Mütləq lazımdır ki, insanların Arsenala qarşı fikri dəyişsin. Ümumiyyətlə Arsenalın öz azarkeşlərinə bir kubok borcu var. Yəni Çempionlar Liqası borcu var, o mütləq. 2006-da alınmadı inşallah. Mütləqdir yəni. 2026-da alınır.